Azərbaycan sözünü Azərbaycan deyə tələffüz edirlər. Aparıcı əgər ölkənin adını düzgün tələffüz eləmirsə, bu biabırçılıqdır. Azərbaycan dilində təmiz və səlis danışmalıdır. Ləhcə olmamalıdır, qətiyyən. Mən radionu televiziyadan daha çox sevirəm. Radio biraz mənim üçün daha sirlidir və ilk iş yerimdir. Həmin o dinləyicilərin bir qismi mən radio dalğasını dəyişdikcə mənim ardımca gəlirlər və bugün də mənim dinləyicilərim sırasındadılar. Sən səsinlə, intonasiyanı ilə və danışdığın mövzu ilə dinləyicini bir müddət radionun qarşısında saxlaya bilirsənsə, deməli bu peşəkarlığın artıq daha bir səviyyəsidir. Mən son dövrlərdə təəssüflər olsun ki, radio dinləyicisi deyiləm. 44 günlük müharibə dövründə mən Asan radioya və ictimai radioya qulaq asırdım. Asan radio bugün çox böyük işlər görür. İnsanların maariflənməsi yönündə, özü də spesifik maariflənməsi istiqamətində çox gözəl işlər görür. Şadam ki, Azərbaycan radioçuluğuna nəyisə təlqin etməyi bugünün özündən qədər çalışıram. Radio 26-cı ildən fəaliyyət göstərməyə başlayıb, 99 ili tamam olur və bu 99 ilin içərisində balaca bir yer var, balaca bir guşə var. O mənim guşəmdir. Şadam ki, Azərbaycan radioçuluğuna nəyisə təlqin etməyi bugünün özündən qədər çalışıram. Yəni bunu tam nida işarəsi ilə söyləmirəm. Sadəcə olaraq mən öz işimi görürəm. Mən radionu televiziyadan daha çox sevirəm. Radio biraz mənim üçün daha sirlidir və ilk bu sferada, mediada daha birinci iş yerimdir. 94-cü ildə əslində başladı. Tam təsadüf nəticəsində birdən-birə maqnitofondan kaset çıxdı və təmiz radio səslənməsi başladı. Axtardım və dostum Azər Qarayevlə görüşdüm. O mənə dedi, bu hansı radiodur? 2 gündən sonra mən həmin radionun qonağı oldum, yəni tanışlıq məqsədi ilə və elə oradaca mənə proqram hazırlamaq təklif olundu. Proqramı təbii ki, hazırladım və gətirdim. Proqrama baxdı ANSÇM-in rəhbərliyi və dedilər, gir studiyaya. Yəni, hər şey bundan başladı. Çox səmərəli və məncə maraqlı bir radio həyatı keçdim. Onda həftədə 2 dəfə işləyirdim və hər verilişə görə müəyyən qonorar alırdım. 1995-ci il yanvar ayının 9-undan etibarən, həftənin bazar günündən etibarən isə retro proqramı ilə artıq ştat cədvəli üzrə aparıcı kimi işə qəbul olundum. Dinlənilən proqram idi və yaşlı nəslin nümayəndələri, orta və daha yaşlı nəslin nümayəndələri o verilişi çox bəyənirdilər, dinləyirdilər, daimi dinləyicilər var idi və bir sirri də açım, həmin o dinləyicilərin bir qismi mən radio dalğasını dəyişdikcə mənim ardımca gəlirlər və bugün də mənim dinləyicilərim sırasındadılar. Təsəvvür edin ki, hər şey 95-ci ildən başladı və bir dinləyici 30 il eyni aparıcını dinləməsi, bu da biraz qeyri-adi səslənə bilər, amma bu bir faktdır. Əlbəttə, bu dinləyicilərin yaratdığı bir fikirdir. Onlar daha çox vurğulayırlar ki, nədənsə siz danışanda, səsiniz gələndə Bakı haqqında düşünməyə başlayırıq. Bakı bir qədər qeyri-adi və daha ciddi musiqi, son dövrlərdə isə caz və radio yada düşür. Çox sağ olsunlar ki, bunu illərlə belə qoruyub saxlayırlar və həmin o məsuliyyət məni vadar edir ki, mən bu mövzuda hər zaman aktual olum. Çalışıram mən də bu yöndə və artıq neçə müddətdir ki, mən verilişlərimdə dinləyicilərlə dialoq demək olar ki, qurmuram. Mən onlara yaxşı keyfiyyətli musiqi verirəm, SMS-lər oxumuram və yalnız həmin o musiqi barədə, o ifaçı barədə qısa və yeni məlumatı çatdırmağa çalışıram. Mənim aləmimdə dinləyiciyə, yəni bu 30 illik təcrübədə gəldiyim qənaət budur ki, mənasız SMS-ləri oxumaqdansa, mənasız və dəfələrlə efirdə səslənmiş mövzuları səsləndirməkdənsə heç kəsə lazım olmayan, daha keyfiyyətli musiqi, daha az
danışıq, xitab dinləyiciyə və daha keyfiyyətli mahnıları və ifaçıları təqdim etmək mənim bir növ kredoma çevrilib. Mən belə işləyirəm. Əhvalından asılı olmayaraq, xarici görkəmindən asılı olmayaraq, sən radioda pultun arxasına keçirsən və o düyməciyi qaldırdıqda artıq həmin aləmə düşürsən. Bu, mənə elə gəlir ki, daha sirli və daha gözəldir. Burada bacarıq həm də ondan ibarətdir ki, sən səsinlə, intonasiyanı ilə və danışdığın mövzu ilə dinləyicini bir müddət radionun qarşısında saxlaya bilirsənsə, deməli, bu peşəkarlığın artıq daha bir səviyyəsidir, daha bir istiqamətidir. Dinləyici aparıcının səmimiyyətini həmən duyur, dinləyir. Əgər onun daimi dinləyicisidirsə və köhnə dinləyicisidirsə, onu duyur və ona etibar edir. Mən hətta yadıma gəlir ki, radioda çalışdığım bir dövrdə Etimad Radiosu belə bir rubrikada açmışdım, amma 3 buraxılışdan sonra depressiyaya keçirdim. Çünki insanların dərdini dinləmək, onlara hansı sözləri söyləmək bu çox çətin idi. Hətta tənqid eləyənlər də olurdu ki, ondansa bir psixiatrı gətirib otuzdurasınız və mən də onlara izah eləyirdim ki, bəlkə dinləyici o psixiatra yox, mənə daha çox etibar eləyir. Burada daha çox etibardan söhbət gedə bilər. Həqiqətən də belə olmuşdu, amma bunu qəbul etmək və özündə saxlamaq çox çətin idi deyə mən 3 verilişdən sonra bu buraxılışı ləğv etdim. Amma illər boyu çox sevdiyim mövzu Bakıdır, İçəri şəhərdir, Azərbaycandır. Təbii ki, Azərbaycanın müəyyən tarixi günləridir və deyim ki, artıq illərdir ki, mən 15 sentyabrın Bakı günü kimi qeyd olunmasını arzu eləyirəm. Bu mənim ən böyük arzularımdan biridir. Və onu da qeyd edeyim ki, ümumən radioda çalışdığım müddətdə mən müəyyən hadisələr barədə öz arzularımı bildirmişəm və bunlar daha çox cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edib. Məsələn, mən bulvarın genişlənməsini çox arzulayırdım. Bulvarın abadlaşmasını çox arzulayırdım və bu haqda verilişlər də eləyirdik. Həmin o dövrdə 2003-cü ildən sonra bulvarın genişlənməsi və sair kimi şeylər, hadisələr məhz cənab İlham Əliyevin zamanına təsadüf elədi. Və mən bu həm də aparıcının üzərinə bir başqa məsuliyyət də qoyur. Mən öz istəyimlə və arzumla hər şeyi həll edə bilmərəm. Mən sadəcə olaraq bir vətəndaş olaraq müəyyən fikirləri irəli sürürəm və əgər bu eşidilirsə və sonra öz həllini tapırsa, xoş o insanın halına. Zaman bir qədər hər şeyi ucuzlaşdırdı və radio aparıcılara olan tələb də bu zamanla müəyyən dərəcədə dəyişdi. Məsələn, bizim vaxtımızda biz aparıcıları qəbul eləmişik və yeni istedadlı gəncləri qəbul eləmişik, onları dinləmişik və onlara etibar eləmişik. Onlara qoyulan tələb tamamilə fərqli idi. İndi belə deyil. Bizim zamanımızda Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək vacib idi. Əlbəttə, indi rus dilinə o qədər də ehtiyac yoxdur. Amma ingilis dilinə ehtiyac var. Biz verilişləri başqa radiolarda aparıla bilməyəcək tərzdə tərtib edirdik. Məsələn, bizim vaxtımızda Aynes Çiyen var idi və mən radio işlədiyim var. Bir də Sara var idi. Sara daha çox bir kütləni tutmuşdu, bir əhali kateqoriyasını tutmuşdu və onlar onu dinləyirdilər, bizə qulaq asmırdılar. Biz daha çox Avropa təfəkkürlü və Avropa istiqamətli, ali təhsilli və ümumən dünya görüşü bir qədər fərqlənən insanları cəlb edirdik. Sonra başqa radiolar da yarandı və deməli, aparıcıların da sayı çoxalmağa başladı. Aparıcıların bir qismi bizim yetişdirdiyimiz aparıcılar idi ki, öz yeni iş yerlərində aldıqları təklifləri həyata keçirirdilər. Amma bütün bunlarla yanaşı bir var ki, bax belə, bir də var ki, yavaş-yavaş bu parçalanır və burada az nəsə material qalır. Bax, o azlıq da öz təsirini göstərdi və bir də dinləyicinin tələblərini, dinləyicilərin istəklərini yerinə yetirmək konsepsiyası
radionu biraz ucuzlaşdırdı. Mən son dövrlərdə təəssüflər olsun ki, radio dinləyicisi deyiləm. Belə deyək, radionu sonuncu dəfə daha çox dinləyirdim. Mən Liderdə işlədiyim zamanlarda, bir də Caz FM-də dinləyici olduğum hallarda. Çünki mən cazı çox sevirəm və onu həm də radionun dinləyicisi idim. Hal-hazırda dinləyəcəyim 1-2 veriliş var. Məsələn, İctimai Radioda mən Fatihlə Rəvanın apardığı verilişləri dinləyirəm. Səhər əgər həmin vaxta düşürəmsə, dinləyirəm. Bu əhval gətirici bir haldır. Düşünürəm ki, hər bir aparıcının özünün xüsusiyyəti olmalıdır. Çünki aparıcı bir xarizmatik bir şəxs olmalıdır ki, dinləyicini öz radiosunun qarşısında saxlaya bilsin. Məncə, birinci növbədə Azərbaycan dilini mükəmməl bilməlidir və Azərbaycan ədəbi, mən demirəm ədəbi dildə danışsın, amma Azərbaycan dilində təmiz və səlis danışmalıdır. Ləhcə olmamalıdır, qətiyyən və müəyyən sözlər var ki, o ancaq dialektdə istifadə olunur. Bunlar işlənməməlidir. Məsələn, bayır sözünü çöl sözü ilə əvəz ediblər və əksəriyyət, bugün əhalinin bəlkə 70-80%-i bayır sözündən istifadə eləmir. Mən çölə çıxdım. Halbuki çöl 3 mənada istifadə olunur. Yəni, burada da bir çətinlik var. İkinci, idman jurnalistikasının Azərbaycan dilinə gətirdiyi zərərdən mən danışmaq istərdim. Məsələn, bacardı sözünü çox istifadə edirlər. Niyə görə? Filankəs futbolçu qapı torunu sirkələməyi bacardı. Qapı torunu sirkələdi də, ümumiyyətlə bu tor sirkələmək nə deməkdir? Topu qapı xəttindən keçirdi, qol vurdu, nə bilim nə. Məncə, sadələşdirməyə daha üstünlük vermək lazımdır. Amma bu sadələşdirmədə dilə xələl gətirmədən o sözləri düzgün tələffüz eləmək lazımdır. Azərbaycan sözünü Azərbaycan deyə tələffüz edirlər. Aparıcı əgər ölkənin adını düzgün tələffüz eləmirsə, bu biabırçılıqdır. Və yaxud da bəzi aparıcılar müəyyən hərfləri çox kobud surətdə tələffüz edirlər. Məsələn, yadıma gəlir ki, bir zamanlar bir xanım aparıcı prezidenti, o ahəng qanunun prezidentidir də, prezidenti nədir? Yəni, belə şeylərə çox diqqət yetirmək lazımdır. İkinci, ingilis dilini bilmək lazımdır və adları və soy adları düzgün tələffüz eləmək lazımdır. Bəzən bu tələffüz biabırçı şəkildə eşidilir. Adamın birbaşa qulağını deşir. Bu da məncə dünya görüşün azlığından, kifayət qədər olmamağından xəbər verir. 44 günlük müharibə dövründə mən Asan Radioya və İctimai Radioya qulaq asırdım. Həm də dinləyicisi idim. Nəyə görə? Yenilikləri öyrənməyə, xəbərləri öyrənməyə və bir də cənab prezidentin çıxışlarını izləmək üçün bu iki radionun dinləyicisi idim. Amma bilirəm, konsepsiya olaraq bilirəm ki, Asan Radio bugün çox böyük işlər görür. İnsanların maariflənməsi yönündə, özü də spesifik maariflənməsi istiqamətində çox gözəl işlər görür. Bu yolda sizə uğurlar diləyirəm. 6 noyabr belə qəbul olunub ki, televiziya və radio günüdür. Mən birinci növbədə peşəkarları, ana radiomuzun peşəkar aparıcılarını həm radioda, həm televiziyada çalışmış, uzun müddət səsləri artıq brend olmuş aparıcıları təbrik edirəm. Sonra da daha gənc ordu gəlir ki, həmin o insanlardan, peşəkarlardan öyrənməli, öz aparıcılıq xüsusiyyətlərini cilalamalıdır. Bir sözlə uğurlar diləyirəm.